Salam olsun. Başlamazdan əvvəl onu qeyd edim ki, maliyyə terminlərinin yer aldığı cədvəli pulsuz şəkildə aşağıdakı linkdən endirə bilərsiniz. Özünüz yeni əlavələr edə bilərsiniz. Bugün biz yeni bir mövzuya başlayırıq. Mühasibə отчёtu. Mühasibə отчёtu nə deməkdir? Çox sadə dillə desək, mühasibə отчёtu pulla bağlı məlumatları toplayan, onları səliqəyə salan bir elmdir. Bu elm həm şirkətlərə, həm də fərdi insanlara kömək edir. Bu elmi başa düşmək üçün çox mürəkkəb düşünməyə ehtiyac yoxdur. Bu praktiki bir sahədir. Yəni ən yaxşı öyrənmə yolu elə onu sınamaqdır, tətbiq etməkdir. Mühasibət uçotunun növləri. 4 növ vardır. Birinci növ bookkeeping. Bu maliyyə məlumatlarını toplamaq işidir. Yəni bütün pul hərəkətlərini qeydə almaq. İkinci növ maliyyə mühasibatlığı. Bu şirkət haqqında məlumatı kənar adamlara, məsələn, şirkət sahiblərinə, banklara, analitiklərə göstərmək üçün hazırlamaqdır. Üçüncü növ isə idarəetmə mühasibatlığıdır. Bu da şirkətin öz daxilində qərarlar qəbul etməsi üçündür. Qiymətlər, rəqabət, xərclər, bunların hamısı buna daxildir. Dördüncü növ vergi mühasibatlığı. Bu da şirkətin dövlətə nə qədər vergi ödəməli olduğunu hesablayır. İndi isə gəlin bu üç hesabat haqqında biraz daha ətraflı danışaq. Maliyyə hesabatlığı 3 əsas hesabat ətrafında qurulur. Bunlar mənfəət zərər hesabatı, buna bəzən gəlir hesabatı və ya PL deyilir. Balans hesabatı və pul vəsaitlərinin hərəkəti hesabatıdır. Bu hesabatların hər birinin fərqli bir məqsədi var və hər biri biznesin necə işlədiyi haqqında vacib məlumatlara ehtiva edir. Mənfəət zərər hesabatına baxaq. Bu hesabat suala cavab verir. Şirkət dövr ərzində nə qədər irəliləyiş göstərdi? Mənfəət yoxsa zərər əldə etdi? Adətən mənfəət zərər hesabatı 1 illik dövr üçün hazırlanır. Amma bəzən böyük şirkətlər bu hesabatı rüblük, yəni hər 3 aydan bir də təqdim edirlər. Bu hesabat bizə şirkətin fəaliyyətinin iqtisadi dəyər yaratdığını anlamağa kömək edir. Həm də bizə vacib trendləri, məsələn, gəlir artımını və ümumi mənfəətin gəlirə nisbətini göstərməyə imkan verir. İndi isə balans hesabatına baxaq. Bu hesabat 2 suala cavab verir. Şirkət müəyyən bir tarixdə nəyə sahibdir, nə qədər borcludur və şirkətin maliyyə vəziyyəti necədir? Balans hesabatı bizə şirkətin əlində olan aktivləri, borclu olduğu öhdəlikləri və səhmdarlara məxsus olan kapitalın miqdarını göstərir. Bəs bu hesabata niyə balans deyilir? Çünki ümumi aktivlər bərabər olmalıdır, öhdəliklər üstəgəl səhmdarların kapitalı. Vacib bir qaydanı yadda saxlayaq ki, aktivlər balans hesabatının sol tərəfində, öhdəliklərlə səhmdarların kapitalı isə sağ tərəfdə yerləşir. İndi isə pul vəsaitlərinin hərəkəti hesabatına baxaq. Bu hesabat bir suala cavab verir. Şirkət baxılan dövrdə nə qədər pul əldə etdi və bu pul hardan gəldi? Mənfəət və pul əldə etmək, bunlar iki fərqli şeydir. Mənfəət qazana bilərsiniz, əlinizdə pul olmaya bilər. Buna görə də bizə pulun hərəkətini göstərən bir hesabat lazımdır. Bu hesabat bizə şirkətin əməliyyatları nəticəsində nə qədər likvidlik yaratdığını, yəni əldəki pul yarandığını anlamağa kömək edir. Mənfəət və zərər hesabatının əsas maddələri. Birinci maddə gəlir. Bu, şirkətə daxil olan pullardır. Əsas gəlir mənbəyi isə satışdır. Müştərilər gəlib şirkətdən mal alır və pul verirlər. Bu, gəlirdir. İkinci maddə digər gəlirlər. Bu, şirkətin əsas işindən kənar fəaliyyətindən qazandığı pullardır. Üçüncü maddə satılan malların mayə dəyəri. Bu, şirkətin mal istehsal etmək üçün çəkdiyi birbaşa xərclərdir. Məsələn, xam mal almaq üçün xərclənən pul və s. Dördüncü maddə satış, ümumi və inzibati xərclər. Bunlar istehsalla birbaşa əlaqəsi olmayan xərclərdir. Məsələn, işçilərinin maaşı, kirayə pulu, işıq pulu, su pulu və s. Beşinci maddə köhnəlmə və amortizasiya. Bu, vadınlıqların və maşınların köhnəlməsi nəticəsində yaranan xərclərdir. Maddi şeylər üçün köhnəlmə, qeyri-maddi şeylər, məsələn, şirkətin adı, patentlər və s. üçün isə amortizasiya deyirik. Altıncı maddə faiz xərcləri. Şirkət bankdan borc pul götürəndə bu borcun qarşılığında banka faiz ödəyir. Bu da xərcdir. Balans hesabatının əsas maddələri.
Aktivlər şirkətin əlində olan dəyərli şeylərdir. Birinci aktiv nağd pul. Bu şirkətin ən vacib aktivlərindən biridir. Şirkətin əlində nə qədər pul olduğunu göstərir. Biz buna likvidlik deyirik. Yəni şirkət təcili pula ehtiyacı olanda onu tapa bilirmi? Yox. İkinci aktiv alıcılardan alacaqlardır. Bəzən müştərilər malı alır, amma pulu sonra verəcəklərini deyirlər. Şirkət bu borcu alacaqlar adlı hesabda qeyd edir. Yəni şirkət bu pulu qazanıb, amma belə ələ keçirməyib. Bəzən 10 gün, bəzən 20 gün, bəzən isə əfsuslar olsun ki, 60 günə qədər olan bir müddət ərzində zaman-zaman xoşagəlməz hadisələr yaşanır. Üçüncü aktiv ehtiyatlar. Bu şirkətin anbarındakı mallardır. Bunlar xam mal ola bilər, yarımçıq istehsal olunmuş mal ola bilər, ya da satışa hazır olan mal ola bilər. Dördüncü aktiv torpaq, bina və avadanlıqlardır. Bunlar şirkətin işləməsi üçün vacib olan iri aktivlərdir. Məsələn, istehsalat zavodu və yaxud da oradakı maşınlar. Bunlar çox bahalıdır və asanlıqla satıla bilməz. Balans hesabatının əsas maddələrindən biri də öhdəliklərdir. Öhdəliklər şirkətin başqalarına borcu olan məbləğlərdir. Birinci öhdəlik təchizatçılara borclardır. Şirkət başqa şirkətlərdən mal alır, amma pulu sonra ödəyəcəyini deyir. Bu, şirkətin təchizatçıya olan borcudur. İkinci öhdəlik maliyyə öhdəlikləri. Bu, şirkətin banka olan borcudur. Şirkət bankdan kreditə pul götürür və beləliklə öhdəlik yaranmış olur. Kapital. Kapital şirkətin öz sahiblərinə borclu olduğu puldur. Amma bu pul sahiblərə qaytarılmır. Əvəzində şirkət uğurlu olarsa sahiblərə dividend, yəni pul verilir. Gəlin bir daha dediklərimizi təkrar edək. Bildiyimiz kimi balans hesabatının 3 əsas elementi var: aktivlər, öhdəliklər və kapital. İlk olaraq cari aktivlər var. Bunlara nağd pul, debitor borclar, ehtiyatlar, qabaqcadan ödənilmiş xərclər və digər cari aktivlər daxildir. Gəlin bunları ayrı-ayrılıqda izah edək. Ehtiyatlara xam mal, istehsal prosesində olan məhsullar və hazır məhsullar daxildir. Nağd pul, eləcə də debitor borcları artıq izah olunub. Qabaqcadan ödənilmiş xərclər gələcək hesabat dövrləri üçün əvvəlcədən edilən nağd ödənişlərdir. Məsələn, şirkət 1 illik icarə haqqını əvvəlcədən ödəyirsə, bunun aktiv kimi qabaqcadan ödənilmiş xərc olaraq qeyd edilir. Bu deməkdir ki, şirkətin gələcəkdə həmin xidmətdən istifadə hüququ var. İndi isə qeyri-cari aktivlərə keçirik. Bunlara əsas vəsaitlər, yəni PPND, goodwill, ticarət nişanları və qeyri-maddi aktivlər daxildir. PPND binalar, maşın və avadanlıqlar, torpaq və tikilməkdə olan obyektlərdən ibarətdir. Bu dəyərlər yığılmış amortizasiya nəzərə alınaraq xalis məbləğə çevrilir. Şirkətlər bu kateqoriyaları ətraflı izah edən maliyyə qeydlərini təqdim edirlər. Sonda ümumi aktivlər şirkətin ümumi maliyyə vəziyyətini göstərir. İndi PG-nin balans hesabatında tapdığımız aktivləri bitirdiyimiz üçün diqqətimizi öhdəliklər tərəfinə yönəltmək vaxtıdır. Burada iki əsas kateqoriya var: cari və qeyri-cari öhdəliklər. Şirkət bir məbləğ borclu olduqda, həmin öhdəliyin növbəti 12 ay ərzində yerinə yetirilməli olub-olmadığını və ya daha gec bir tarixdə ödəniləcəyini bilməliyik. Accounts payable ən vacib öhdəlik maddələrindən biridir. Əsasən, xam malın kreditlə alınması o deməkdir ki, faktiki ödəniş həyata keçirilənədək həmin məbləğ accounts payable hesabında qeyd alınır. Başqa sözlə, şirkət malları aldığı üçün, lakin ödənişi daha sonra etməyi planlaşdırdığı üçün təchizatçılarına müəyyən məbləğ borcludur. Bu maddə yalnız xam mal deyil, digər mal və xidmətlər üzrə təchizatçılara olan ödənişləri də əhatə edir. Elektrik enerjisi, IT dəstəyi və ya yeni gətirilmiş avadanlıqlar üçün yaranan öhdəliklər də bu hesaba daxil edilə bilər. Adətən, accounts payable cari öhdəlik sayılır. Lakin əgər biz təchizatçılara növbəti 12 ay ərzində ödəməyi reallaşdırmasaq, bu artıq maliyyə forması kimi qeyri-cari öhdəliklər kimi qeydə alınmalıdır. Maliyyə öhdəlikləri bir çox biznes üçün çox əhəmiyyətlidir və şirkət bank krediti kimi xarici maliyyələşmə aldıqda balans hesabatında görünür. Bununla şirkət fəaliyyətini maliyyələşdirir və kreditor qarşısında borcu sonradan qaytarma öhdəliyi götürür. Maliyyə öhdəlikləri adətən cari və qeyri-cari olmaqla iki yerə bölünür.
Buna görə də balans hesabatında bir il ərzində ödəniləcək borcla uzunmüddətli borc ayrı-ayrı sətirlərdə göstərilir. Kredit müqaviləsinə əsasən şirkət növbəti 12 ayda nə qədər ödəməli olduğunu və hansı hissəni gecikdirə biləcəyini dəqiq bilir. Bir ildən çox müddətə olan borclar isə təbii olaraq uzun müddətli borc kimi təsnif edilir. Bəzən şirkətlər vergi də ödəməli olur. Bəzən dedikdə bu həmişə belədir. Lakin çünki cari və təxirə salınmış vergi arasında bölgü aparmaq lazımdır. Və bu hazırda bizim əsas mövzumuz deyil. Əsas olan odur ki, balans hesabatında adətən dövlətin nə qədər vergi borcumuz olduğunu göstərən bir hesab olur. Və bu məbləğ ümumi vergi öhdəliyindən asılı olaraq qısa və ya uzun müddətli ola bilər. PG-də şirkətin 6 milyard dollar həcmində təxirə salınmış və ya uzun müddətli vergi öhdəliyi var. Növbəti olaraq Other Non-Current Liabilities adlı sətr görürük və onun içində nələrin olduğunu maliyyə hesabatlarının qeydlərinə baxaraq öyrənirik. Burada pensiya və digər təqaüd öhdəlikləri, müəyyən vergi borcları və əməliyyat icarəsi öhdəlikləri daxil edilir. İndi isə öhdəliklərə keçək. Buradakı rəqəmlərdən qorxmayaq, çünki bu sadəcə balans hesabatında olan ümumi kapital dəyərinin bölgüsüdür. Məsələn, ümumi səhmdar kapitalı 2021-ci ilin iyun ayının sonunda təxmini 47 milyard dollar təşkil edir. Eyni balansı səhmdar kapital hesabatında da görürük. Sadəcə müxtəlif kateqoriyalara bölünür. Səhmlər, imtiyazlı səhmlər, əlavə dönülmüş kapital, bölüşdürülməmiş mənfəət və s. Ümumi mənzərəyə baxdıqda kapital hesabatı şirkətin texniki olaraq səhmdarlara borclu olduğu kapitalın müxtəlif növlərini göstərir. Başqa sözlə bu, bütün aktivlər satılıb borclar ödənilsə, investorlara qaytarılacaq puldur. Buna görə də biz buna tez-tez residual claim, yəni şirkətə qarşı sahiblərin qalıq iddiası deyirik. Şirkətin kapitalını daha yaxşı başa düşmək üçün əsas komponentləri bir-bir izah edək. İlk olaraq adi səhmlər, yəni common stock, şirkət sahiblərinin qoyduğu kapitalı göstərir. PG-də adi səhmlərin məbləği son 4 ilin sonunda 4 milyard dollar olmuşdu. Buna səhmin nominal dəyəri deyilir. Məsələn, PG-dən nominal dəyəri 100 dollar olan 10 adi səhm alsanız, şirkətin bir hissəsinə sahib olursunuz və bu sizə dividend alma və vacib məsələlərdə səs vermə hüququ verir. Çox maraqlıdır. Gördüyünüz kimi, PG-nin səhmdar kapital hesabatında Additional Paid in Capital var. Bu, səhmin qiymətinin artım hissəsi kimi tanınır. Tutaq ki, 100 dollar aldığınız səhmlərin qiyməti 150 dollara qalxıb. Bu 50 dollar fərq əlavə ödənilmiş kapital kimi qeydə alınır. Tərifə görə bu, investorların şirkətin səhmlərini almaq üçün nominal dəyərdən artıq ödədiyi məbləğdir. Adi səhmlərlə yanaşı, şirkət imtiyazlı səhmlər də buraxır. Bu qiymətli kağızlar həm borc, həm də kapital xüsusiyyətlərinə bənzəyir. Onların çoxu sabit dividend ödəyir və dəyər artımı potensialına malikdir. Lakin adi səhmlərdən fərqli olaraq, imtiyazlı səhmlərin səsvermə hüquqları məhduddur. Şirkətin kapital bölməsində Treasury Stock adlı bir maddə də görürsünüz. Bu, sadəcə geri alınmış adi səhmlərdir. Bəzən şirkətlər öz dövrədə olan səhmlərinin bir hissəsini geri alır və onları ləğv etmək əvəzinə öz xəzinəsində saxlayır. Şirkətlər xarici maliyyələşmə ilə yanaşı daxili kapital maliyyələşməsindən də istifadə edir. Ən əsas mənbə retained earningsdir, yəni bölüşdürülməmiş mənfəət. Bu, adi biznes fəaliyyətləri nəticəsində əldə edilən, lakin dividend kimi paylanmayan yığılmış xalis mənfəətdir. Bu halda PG-nin bölüşdürülməmiş mənfəəti 2021-ci ilin sonunda 106 milyard dollar olmuşdu. Bu rəqəm ilin əvvəlindəki balans üzərinə gəlirik. İlin xalis mənfəəti və çıxırıq ödənilən dividendlər hesablanaraq əldə edilir. Beləliklə, mənfəət dividend kimi paylanmadıqca bölüşdürülməmiş mənfəət artır. Əvəzində bu vəsait şirkətin gələcək inkişafı üçün istifadə olunur. Sonda isə Non-Controlled Interest bölməsinə baxırıq. Bu maddə PG qrupundakı digər şirkətlərin kapital payını göstərir. Bu şirkətlər ümumi səhmlərin 50%-dən azına sahib olduqları üçün onlara minority shareholders, yəni azlıq səhmdarları deyilir. Gördüyünüz kimi, səhmdar kapitalı hesabatı maliyyə təhlili apararkən istifadə olunan çox vacib məlumat mənbələrindən biridir.